İlk öncə birinci sualımız, chat hissəsini açmışam. Bəli, dərsin kaydı göndəriləcək. Birinci sual, iş otağımın təmiz və səliqəli olmağını sevirəm. Bu suala hər kəs cavabını yazsın görək. İş otağımın təmiz və səliqəli olmağını sevirəm. Səsləri də bağlayın. Müəllimə, mən çata salam bir daha. Mən çata necə gedə bilərəm? İstifadə edə bilmirəm. Ekranda chat yazılıb. Üzərinə vurun, orada yazacaqsınız. Müəllimə, mən də girə bilmirəm. Vururam, alınmır. Onda internet probleminiz var. Ekranda chat yazılıb. Baxın, göstərəcəm. Bu hissəyə girin, burada yazmaq olur. İş otağımın təmiz və səliqəli olmağını sevirəm. Cavab olacaq, məsələn, tamamilə razıyam, razıyam, qismən razıyam, razı deyiləm və qətiyyən razı deyiləm. Bu tipdə variantlarımız olacaq. İndi mən burada ən uyğun, ən ideal cavabı verməliyəm. Təbii ki, səliqədir, nizam-intizamdır. Bunlar müəllimin peşəkar fəaliyyətinin vacib xüsusiyyətlərindən biri hesab olunur. Ona görə ya razıyamı seçməliyəm, ya tamamilə razıyamı. Ancaq deyir ki, iş otağımın təmiz, səliqəli olmağı və bu mənim nizam-intizamım, peşəkar fəaliyyətimin vacibliyini vurğulayırsa, ona görə mən seçirəm, tamamilə razıyam. Yəni A bəndi. İkinci sual. Özümü bəzən lazımsız hiss edirəm. Yazın görək. Özümü bəzən lazımsız hiss edirəm. Müəllimə, belə şifahi demək olar, yazmaq olmur Xeyr, çatda. xahiş edirəm. Səsləri bağlayın, çünki dərsin kaydını edirəm. Özümü bəzən lazımsız hiss edirəm. Bəli, razı deyiləm. Qətiyyən razı deyiləm. Biraz daha çox abartılı cavab kimi çıxır. Ona görə sadəcə razı deyiləm kifayətdir. Çünki müəllim özünə inamlı olmalıdır. Cəmiyyətə faydalı olduğuna inanmalıdır. Ona görə razı deyiləm bu sual üçün ideal variantdır. Ekranda bir də deyirəm, chat yazılıb, çıhat. Bu hissəyə vurun, burada yaza bilərsiniz. Digər müəllimlər yaza bilirsə, demək hamı yaza bilər. Üçüncü sual. Salam. Özümü hamıdan fərqli hiss edirəm. Bu suala cavab yazın. Özümü hamıdan fərqli hiss edirəm. Yazın görək. Özümü hamıdan fərqli hiss edirəm. Niyə B yazırsınız ki? Bəli, C bəndidir. Qismən razıyam. Neytral bir cavab vermək lazımdır. Çünki hər bir insanın fərdi xüsusiyyətləri var. Və bunlar da fərqli ola bilər. Ona görə neytral cavab vermək daha uyğundur. Demək ki, Qismən. siz verdiyi savadı mən qəbul edirəm. Çox şükür. Dördüncü sualımız. Ətrafımdakılar mənə çox mükəmməl olduğumu deyir. Ətrafımdakılar mənə çox mükəmməl olduğumu deyir. Bəli, qismən razıyam. Çünki hər bir insan dedik ki, müəllim təvazökar olmalıdır. Müəllim özünü inkişaf etdirməyə açıq olmalıdır. Ancaq bu tamamilə razıyam, yekəxanalıq kimi çıxa bilər. Razıyam da olmaz. Qismən razıyam bu sual üçün düzgün variantdır. Dostlarım iş masamın səliqəsiz olduğu barədə mənə zarafat edir. Dostlarım iş masamın səliqəsiz olduğu barədə mənə zarafat edir. Yazın görək, keçən il 2025-in icma suallarıdır. Təbii ki, qətiyyən razı deyiləm. Razı deyiləmi də seçmək olar bu sualda. Ancaq ən ideal variant qətiyyən razı deyiləm. Çünki səliqəli iş mühiti bilirik ki, məsuliyyətli insanın vacib göstəricilərindən, xüsusiyyətlərindən biri hesab olunur. Sonra böyük məbləğdə pul vermələrinə baxmayaraq rüşvət almazdım. Çox müəllim cümlənin sonunu alardım kimi görür, ona görə işarə edirəm. Böyük məbləğdə pul vermələrinə baxmayaraq rüşvət almazdım. Yazın.
Bəli, tamamilə razıyam. Təbii ki, dürüstlük, vicdanlılıq müəllimin əsas etik dəyərlərindən biridir. Yəni pul verilməsinə baxmayaraq rüşvət almaram. Tamamilə razıyam. Başqalarını mühakimə etməyi xoşlayırsınız? Yazın. Başqalarını mühakimə etməyi xoşlayırsınız? Bəli, qətiyyən razı deyiləm. Təbii ki, müəllim insanlara qarşı qərəzsiz olmalıdır, hörmətlə yanaşmalıdır. Bizim bir dəqiqə qələmimizi qeyd edək. Etik davranış prinsiplərimizdən qərəzsizlik prinsipi. Mühakimə etməmək, fərq qoymamaq. 8-ci sual. Tez özündən çıxan birisiniz, yoxsa soyuqqanlı? Yəni tez əsəbləşən birisiniz, yoxsa tez özünüzdən çıxıb əsəbi olursunuz, belə də deyə bilərik. Bu hissəni silin, bu sizə çaşqınlıq yaradacaq, səhv düşüb. Tez özünüzdən çıxan birisisiniz və bura qədər. Təbii ki, qətiyyən razı deyiləm. Çünki müəllim öz emosiyalarını, hisslərini idarə etməyi bacarmalıdır. Onun qarşısındakı 3-5 yaşlı uşaqlardır. 9-cu sual. Çox pulumun olmasına əhəmiyyət vermirəm. Çox pulumun olmasına əhəmiyyət vermirəm. Razıyam olmalıdır müəllimlər. Nə qədər pulun olsa da ona əhəmiyyət vermirsən. Yəni təvazökar bir insansan da, maddiyyatla balanslı yanaşmağı özün nizamlamısan, ona uyğun şəkildə planlarını qurmusan. Sadəcə razıyam kifayət edir. Ətrafımdakılar çox inadkar olduğumu deyir. Ətrafımdakılar çox inadkar olduğumu deyir. Yazın görək. Bəli, razı deyiləm. Müəllim əməkdaşlığı açıq olmalıdır, çevik olmalıdır. Yoxsa ancaq inadkarlıq edim. Bir fikir olanda onun fikrimdə tərsini deyim, inadkarlıq edim. Yox, bu mənim fikrim düzgündür, sənin fikrin yanlışdır. Təbii ki, bu doğru deyil. 11. Salam. Roman şeir yazmağı, rəsm Salam çəkməyi müəllimə. sevirəm. Salam. Üzr istəyirəm. Bir sual verə bilərəm? Sualları sona saxlayın. Yaxşı. Roman, şeir yazmağı, rəsm çəkməyi sevirəm. Yazın görək. Bir sözlə burada mən nədən danışıram? Yaradıcılıq. Yaradıcılıq da bilirik ki, məktəbə qədər təhsildə mühüm üstünlükdür. Ona görə mən nəyi seçməliyəm? Tamamilə razıyam. Keçən ilin yenə sualı. Bəzən müəllimlər deyir, belə sual düşər. Bəli, düşür. Tutulmayacağımı bilsəm 1 milyon oğurlayardım. Yazın görək. Tutulmayacağımı bilsəm 1 milyon oğurlayardım. Bəli, qətiyyən razı deyiləm. Çünki dürüstlük hər vəziyyətdə qorunmalıdır. Göstəriş üçün bahalı maşın sürərsiniz. Göstəriş üçün bahalı maşın sürərsiniz. Kiməsə göstərmək üçün bahalı maşınlar, bahalı geyimlər, bahalı aksesuarlar tapmaq, sürmək. Təbii ki, qətiyyən razı deyiləm. Əgər bir nümayişkarlıq edirəmsə, demək mən peşəkar keyfiyyətdən danışa bilmərəm. 14. Ensiklopediyanı vərəqləməyi sevirsiniz. Yəni, yeni biliklər oxumaq. Təbii ki, tamamilə
razıyam. 15. Poema yazmağı, incəsənəti sevirsiniz. Yəni estetik zövqdən danışırıq. Tamamilə razıyam. Bəli, incəsənətə maraq, yaradıcılıq, estetik zövqün inkişafı. Ətrafdakı insanların fikri sizin düşüncənizi dəyişə bilər. Ətrafdakı insanların fikri sizin düşüncənizi dəyişə bilərmi? Yazın görək. Ətrafındakı insanların fikri. Qismən neytral bir cavab vermək lazımdır. Çünki faydalı fikirlərə açıq olmaq yaxşıdır. Lakin müstəqil düşüncə də təbii ki, qorunmalıdır. 17. Planlı iş görməyi sevirsiniz. Yazın görək. Planlı iş görməyi sevirsiniz. Bəli, tamamilə razıyam. Planlı işləmək müəllimin peşəkarlıq bacarıqlarından söhbət getdiyini bildirir. Ətrafdakı insanlar sizin inadkar olduğunuzu düşünür. Ətrafdakı insanlar sizin inadkar olduğunuzu düşünür. Müəllim əməkdaşlığa, ünsiyyətə meyilli biri olmalıdır. İnadkarlığa yox, razı deyiləm. Yanınızda kimsə olsa ağlayarsınız. Yəni bir sözlə empatiya. Yanınızda kimsə olsa ağlayarsınız. Niyə razı deyiləm yazırsınız ki? Qismən emosiyalarımızı ifadə etmək normal bir haldır. Ola bilər də kiminsə sevincinə, dərdinə şərik olmaq. Yəni buna niyə razı deyiləm seçək ki? Qismən razıyam. Neytral cavab. Ev almaq üçün oğurluq edərsiniz. 2025-in qəbul sualları. Sonra deməyin ki, çətin sual düşür. Ev almaq üçün oğurluq edərsiniz. Təbii ki, qətiyyən razı deyiləm. Heç bir məqsəd qanunsuz əməlləri əsaslandıra bilməz. Ağacların arasından əsən küləyə tamaşa etməyi çox xoşlayırsınız. O, psixologiyanı yoxlamaq üçün verilən suallardır. Ağacların arasından əsən küləyə tamaşa etməyi çox xoşlayırsınız. Bəli, tamamilə razıyam. Artıq mən burada nədən danışıram? Təbiət sevgisindən. Təbiətə maraq, müşahidə, estetik his. İncəsənət muzeyinə getməyi sevirsiniz. İncəsənət muzeyinə getməyi sevirsiniz. Bəli, tamamilə razıyam. Yəni mədəniyyətə maraqlı olmaq. Mədəniyyətə maraq. Belə də yadda saxlaya bilərik. Biri özünü pis hiss edir. Soyuqqanlı olarsınız, yəni daş qəlbli olarsınız, yoxsa empatiya qurarsınız. Biri özünü pis hiss edir. Təbii ki, razı deyiləm. Mən ona artıq soyuqqanlı olsam, özünü artıq o idarə edə bilmirsə, mən ona köməklik göstərməliyəm, empatiya göstərməliyəm. Açar məqamımız empatiyadır. Dəstək olmaq lazımdır. İnsanlara yalnız işim düşəndə yaxşılıq edirəm. İnsanlara yalnız işim düşəndə yaxşılıq edirəm. Təbii ki, qətiyyən razı deyiləm. Səmimi olmaq lazımdır. Qarşılıqsız yardım etməliyik. Bu da təbii ki, müsbət insani keyfiyyətlərdir. Kəskin ideyaları vaxt itkisi hesab edirəm.
Bu sualları WhatsApp'da, Telegram'da paylaşmışdım. Sadəcə izahını verməmişdim. İndi veririk. Kəskin ideyaları vaxt itkisi hesab edirəm. Yeni ideyalara açıq olmaq lazımdır. Yeni ideyalar. Təbii ki, razı deyiləm. Yanğın zamanı həyəcan keçirirsiniz. Yanğın zamanı həyəcan keçirirsiniz. Qismən razıyam. Həyəcan təbii bir haldır. Ancaq əsas məsələ vəziyyəti idarə etməyimizdir. Sərgiyə getməyi sevirsiniz. Sərgiyə getməyi sevirsiniz. Yəni, açar məqam burada sizdən nəyi istəyir? Dünya görüşü. Təbii ki, tamamilə razıyam. Roman, mahnı bəstələməyi sevirsiniz. Bizdən istəyir burada yaradıcılığı. Roman, mahnı. Təbii ki, tamamilə razıyam. Özünüzdən razısınız. Özünüzdən razısınız. Diqqətli olun. Hələ ki, düz cavab 1-2 müəllim verib. Razıyam. Tamamilə razıyam. Biraz abartılı cavab olar, yekəxana olar. Sağlam, özünə inan müəllimin təbii ki, peşəkar fəaliyyətinə də müsbət təsir etmiş olur. Ona görə B bəndi. Sonuncu sual. Bir işi yarımçıq qoyursunuz. Yəni, burada mənim nəyimi yoxlayacaq? Məsuliyyət hissimi. Yazın görək. Təbii ki, qətiyyən razı deyiləm. Başlamış işi sona çatdırmaq müəllimin məsuliyyətindən, etibarlılıq hissindən danışmış olur. İndi isə 30 sualdan sonra açıq suallar verəcəm. Sadəcə bağlayım ki, açıq sualları görməyəsiniz. Hər kəs öz cavabını yaza bilsin. Diqqətli şəkildə məni dinləyin. Sevinç məşğələlər zamanı fəaldır. Ancaq qrup işlərində iştirak etməkdən çəkinir. Digər uşaqlar onu oyuna dəvət etsələr də, kənarda qalmağa üstünlük verir. Siz müəllim olaraq necə davranarsınız? Bir də təkrarlayıram. Məşğələdə sevinç fəaldır. Ancaq qrupla işləmir. Uşaqlar onu dəvət etsə də yenə də çəkinir. Təkliyə önəm verir. Bu zaman necə davranarsınız? Yazın görək. Chat hissəsində yazın. Elə bilin ki, imtahandasınız, sizə bu sual düşübdür. Sevinç məşğələ zamanı fəaldır, ancaq qrupla işləməkdən çəkinir. Kənarda qalmağa daha çox üstünlük verir. Bu zaman nə edərsiniz? Aha. İlk növbədə cümləmizi hər zaman baxır o situasiyaya, suala necə başlamaq lazımdır. İlk növbədə mən uşağın davranışını müşahidə edərəm. Bunun utancaqlıqmı, adaptasiyamı və yaxud da başqa səbəbdən qaynaqlandığını müəyyən etməyə çalışaram. Sevinci məcbur etmədən kiçik qruplarda oyunlara cəlb edərəm. Ona uğur qazana biləcəyi sadə tapşırıqlar verərəm ki, sevincdə özünə inamı artırım. Və valideynlə əməkdaşlıq edib, evdə də ünsiyyət, birgə oyunların təşviq olunmasını tövsiyə edərdim. Mənim əsas məqsədim uşağın özünü təhlükəsiz hiss etdiyi, mühitdə sosial bacarıqları inkişaf etdirməkdir. İndi baxaq görək sizlər nə yazmısınız? Müşahidə düzdür, oyun var. Fərdi yanaşma, fərdi söhbət, əməkdaşlıq,
oyun marağı, adaptasiya problemi, müşahidə, fərdi söhbət. Bəli, düz yazmısınız. Sadəcə düzgün, tam lakonik cavab vermək lazımdır hər tərəfli. Yəni həm burada utancaqlığı, yəni davranışın səbəbini araşdırmalıyam, müəyyən etdikdən sonra onu qruplara cəlb etməliyəm. Sadə tapşırıqlar, valideynlə əməkdaşlıq, bunun hamısını qeyd etmək lazımdır. İkinci sualımız, diqqətli dinləyin. Qrupda iki uşaq tez-tez oyuncaqlara görə mübahisə edir. Bir-birini itələyir. Bəli, 3 dənə açıq sual düşür. İki uşaq tez-tez oyuncaqlara görə mübahisə edir, bir-birini itələyir, digər uşaqların da oynamağına mane olurlar. Bu zaman problemi necə həll edərsiniz? Qrupda iki uşaq tez-tez oyuncaqlara görə mübahisə edir, bir-birini itələyir. Bu vəziyyətdə digər uşaqların da oyununa mane olur. Problemi necə həll edərsiniz? Yazın görək. Yəni iki uşaq dalaşır, mübahisə edir, bir-birini incidir, digərlərinə də mane olur. Bu zaman müəllim olaraq problemi necə həll edərsiniz? Fərdi danışıq, müdaxilə, fərdi söhbətlər. Hər kəs yazsın. Bəli, ilk olaraq mübahisəni sakit bir şəkildə dayandıraram. Hər iki uşağı dinləyərəm və cümlələrinizin sonunda özünüzə məxsus cümlə olduğunu qeyd edin. Yəni bilsinlər ki, o sizə aid bir cümlədir. Və onlara növbə ilə oynamaq, paylaşmaq, bir-birinin hüquqlarına hörmət etmə qaydalarını izah edərəm. Birgə əməkdaşlıq oyunları təşkil edərəm, paylaşma bacarığını inkişaf etdirməyə çalışaram və müsbət davranışları tərifləyərəm. Əgər ehtiyac olarsa, valideynlə də əməkdaşlıq edib eyni davranış qaydalarını evdə də tətbiqini tövsiyə edərəm. Bu tipdə cavab verə bilərsiniz. Sizin verdiyiniz cavablar 1-2 cümlədən ibarətdir. Ən azı bir 5-6 cümlə yazmaq lazımdır ki, uyğun olsun. Sonuncu sualımız, Murad son günlər məşğələlərdə diqqətini cəmləyə bilmir, tez yorulur və tapşırıqları yarımçıq qoyur. Valideyni isə bunun müvəqqəti olduğunu bildirir. Siz müəllim kimi hansı addımları atardınız? Murad son günlər məşğələlərdə diqqətini cəmləyə bilmir. Tez yorulur, tapşırıqları yarımçıq qoyur. Valideyn də bunun müvəqqəti olduğunu qeyd edir. Bu zaman necə addım atarsınız? Yazın. Hər iki uşaqla fərdi söhbətlər, problemi həll etmək. Murad son günlərdə məşğələlərdə diqqətini cəmləyə bilmir, tez yorulur, tapşırıqları yarımçıq qoyur. Valideyni isə bunun müvəqqəti olduğunu qeyd edir. Siz müəllim olaraq hansı addımları atarsınız? İlk növbədə Muradın davranışını bir neçə gün müşahidə edərəm. Dəyişikliklərin davam edib etmədiyini qeyd edərəm və tapşırıqları Muradın yaşına, imkanına uyğunlaşdıraram. Qısa fasilələr verərəm, maraqlı fəaliyyətlərdən istifadə edərəm və valideynlə müntəzəm əlaqə saxlayıb uşağın evdəki vəziyyəti haqqında da məlumat alaram. Problem əgər davam edərsə, müvafiq mütəxəssis dəstəyi almağı tövsiyə edərəm. Əsas məqsəd nədir? Uşağın inkişafını dəstəkləmək və uşaqların təbii ki, təlim prosesində fəal iştirakını təmin etməyimiz. İndi bu suallar, baxın, burada üçünü də qeyd etmişəm cavabları ilə birlikdə. Dərsdən sonra qrupa da göndərilmiş olacaq. İndi kimin sualı varsa, xahiş edirəm, səsi açmadan chat yerində yazsın, bir-bir cavablandıracağım.
Yox, sağ olun. Yox, suallar 103 dənə olur. Mən 30 dənə hazırlamışam. 100 dənə test, 3 dənə də açıq sual olur imtahanda. İndi bu il bilinmir də necə olacaq. Bu il məsələn qeydiyyat da dəyişdi, qeydiyyatın tipi də dəyişdi. Ee, Artıq məsələn əvvəllər e-mail adresinə gəlirdisə, məsələn imtahanda test mərhələsində uğur qazanıb qazanmayacağınız, test mərhələsinə dəvət olunmağınız indi o artıq keçdiyiniz vakansiya ilk 5 il az saytına gələcək. O da kodla, e-mail adreslə girib baxacaqsınız. İmtahanda keçid balı yoxdur müəllimlər. İcma imtahanı nə zaman başlayır, o hələ bilinmir. Qeydiyyat hələ sabah bitəcək. Ola bilsin 3 gündən də sonra ola bilər, ola bilsin 1 ay ərzində də olsun. Yəni onu heç kim deyə bilməz ki, mən bilirəm. Onu özləri vaxt açıqlananda paylaşacaqlar. İmtahan 1 saat olur. Kompüterdə yox, əvvəllər kitabçada olurdu. İndi bu il bilinmir, kompüterdə olacaq, yoxsa kitabçada. 15-20 gün ərzində artıq müsahibə üçün vaxtlar açıqlanır. Uğur qazanan müəllimlər müsahibəyə dəvət edilir. Keçid balı xeyr, yoxdur. Ən yaxşı yazan müəllim keçir. Vakansiya ilk 5 il az saytı ilə keçmisiniz də qeydiyyatdan həmin sayta gələcək. E-mail adresiniz, kodunuzu yazıb girəcəksiniz. Orada bilinəcək ki, test mərhələsinə dəvət olunursunuz, yoxsa yox. Xeyr, 100-ün 30-una cavab verən keçmir təbii ki. 100 sualın çalışıb 100-ünə də cavab vermək lazımdır. Və bunun üçün də təbii ki, hazırlaşın indidən. 1 saat olur imtahan. Bəli, təbii ki, yaxşı yazsanız keçə bilərsiniz. Regionlar üzrə olur imtahan müəllimə, yəni Bakıya çağırılmırsınız. Sonra başqa. 20-sində hələ qeydiyyat bitir müəllimə. Nə zaman olacaq bilinmir. Şəhid ailələri orada qeyd olunub da kimlər şəhid ailəsidir, əlilliyi olan varsa onlar orada qeyd edə bilər. Ümumiyyətlə MİQ-də, sertifikasiyada, ümumiyyətlə bütün imtahanlarda birinci şəhid ailələrinə önəm verilir. Sonra başqa. Regionlar üzrə olur, yenə deyirəm. Şəxsi səhifənizə mesaj gəlir. Məsələn, Ağcabəddə imtahanınız eləmi? Orada tarix də qeyd olunacaq, saat da qeyd olunacaq ki, bu tarixdə sizin imtahanınız var. Keçib keçmədiyinizin hamısı sayta gələcək. Keçsəniz də, keçməsəniz də, testdə də, müsahibədə də uğur qazansaz da, qazanmasaz da onun hamısını məlumat olaraq sizə göndərirlər. 100 sualın hamısını yazmaq lazımdır. Xeyr, sayta baxmayın. Baxarsınız birdən ləğv edərsiniz qeydiyyatınızda. Lazım olanda özləri paylaşacaq. Mən də onu qruplarda paylaşacağım ki, vaxt açıqlandı. Girin, baxın. Hələ səbirli olun. Müsahibə bəli, onlayn olur. Yenə deyirəm, sayta gələcək müəllimlər. Vaxt sayta gələcək. Yazılı şəkildə olur imtahan. Bakı qeydiyyatında siz haranı yazmısınızsa ora uyğun şəkildə yaxın yerdə imtahan verəcəksiniz. Müsahibə ümumi dünya görüşü, psixoloji, kurikulum hər bir şeydən düşür. Məsələn, özünüzü təqdim edirsiniz. İcma nədir? Güclü zəif tərəflərin hansılardır? İcmada müəllimin rolu, valideynin rolu, uşağın rolu, qiymətləndirmə, hər şey düşür. Razıyam sadə suallara cavab olaraqdır. Tamamilə razıyam da ki, ən uyğun, ən ideal variantlara verilir. Məsələn, kurikulum tələblərinə əməl edirəm. Yeni dövrün bacarıqlarına əsasən təbii ki, tamamilə razıyam. Müsahibə onlayn olur. Suallar razıyam, razı deyiləm. Bəli, bu tipdə cavablar olur. Bəli, haranı seçmisinizsə vakant yer,
həmin yer üzrə də mübarizə aparacaqsınız. Səhv düzü aparma söhbəti yoxdur. Sadəcə uyğun variantları yazmalısınız. Məsələn, sual verdik. Baxın, hardadır o sual? Dəqiqə görün. Ev almaq üçün oğurluq edirsiniz. Bu sualın cavabı nə oldu? Qətiyyən razı deyiləm, eləmi? Mən buna razıyam seçsəm, mən niyə seçsinlər ki? Qismən razıyamı seçsəm, mən niyə seçilim? Razı deyiləmi seçsəm, niyə seçilim ki? Burada bir fakt verib də qətiyyən razı deyiləm. Ev almaq üçün oğurluq etmək. Təbii ki, bu olmaz. Ona görə bax bu tipdə mən bu suallara düzgün cavab verməliyəm. Əgər düzgün cavab verirəmsə, təbii ki, mən keçmiş olacam. Test əyanidir, müsahibə onlayn olur, ancaq bu il bilinmir. Bu il heç kim deyə bilməsə gedişat necə olacaq? Səhv düzü aparmır. İmtahan materialları konkret bir material yoxdur ki, yəni material deyəndə, yəni bir qayda kitabı yoxdur ki, oturasınız o kitabı oxuyasınız, daha sonra başlayıb məsələn onun testlərini işləyəsiniz. Yox, belə bir şey yoxdur. Sadəcə nümunə suallar. Mənim özümün kitabım var ki, həmin kitabda 1050 dənə test var və 50 dənə də açıq sual var. Həm testlərin, həm açıq sualların orada cavabları var. 700 dənə də müsahibə sualı və cavabları var. Yəni mən o kitabı bu 4-5 il ərzində düşən müsahibəyə, imtahana düşən suallar əsasında hazırlamışam. Ona uyğun şəkildə suallar əsasən hazırlanıb və öz müəllimlərimə də həmin kitabdan keçirəm. Yəni konkret hər hansı bir kitab yoxdur icma üçün. Bir çox müəllimlər deyir, əyani olur. Xeyr, müsahibə onlayn olur. İcmanın müsahibəsi, MİQ-in yox, icma onlayn olur. Kimin balı yüksəkdirsə, kim daha uyğundursa o seçilir. Ancaq digər müəllim də yaxşı yazıbsa ehtiyat kadr olur. Artıq digər vakant yer olanda həmin müəllim seçilir. Gedişat yenə deyirəm. Vaxtı özləri paylaşacaq, açıqlananda qeyd edəcəklər. Bəli, təbii ki, seçiləcəksiniz 1 kilometr və məktəbə qədər də əgər düzgün qeydiyyatdan keçmisinizsə, seçilərsiniz. Bilinmir o imtahanlarda olacaq müəllimə, uyğun yerdə olur. Testin cavabını hardasa 15-20 gün ərzində. Kitabın satışını artıq dayandırmışam. Sadəcə PDF formasını əldə edə bilərsiniz. Bəli, həm test, həm də müsahibəyə hazırlıq olur. Bəli, sizin də seçilmə şansınız var. Keçid balı yoxdur. Müsahibədə 3 müəllim olur. Dərsdən sonra yaza bilərsiniz. Yəni, qeyd edim ki, bu imtahana hazırlaşmadan getməyin mənası yoxdur. Çalışın ki, hazırlaşıb gedin. Sualların formasını bilin. PDF forması haqqında dərsdən sonra yaza bilərsiniz. Nömrəmi də yəqin ki, hər kəs bilir. Veteran ailəsi olduğunuzu müsahibədə deməyə ehtiyac yoxdur. Onu əgər test mərhələsində qeydiyyatda qeyd etmisinizsə, o artıq bilinir. Məsələn, uşaqlara qərəzsiz yanaşıram, tamamilə razıyam, kurikuluma aid sualdır və yaxud qiymətləndirmə, ilkin diaqnostik, inkişafın izlənilməsi, yekun hesabat, bunları həyata keçirirəm, müşahidə, portfilo, müsahibədən istifadə edirəm. Təbii ki, bunlar kurikulumla bağlı suallardır. İcma mənim evimdən 11 kilometr uzaqda. 11 kilometr inanmıram, yenə də çox yazmışsınız. Orada qeyd ediblər də, ixtisas fərqi yoxdur. Tərbiyəçi müəllim təbii ki, çağıracaqlar. Kilometri çox yazmışsınız.